Bizim tərəflərdə Aşıq Aqil vardı. O tayında, bu tayında toylarının, məclislərinin yaraşığı, zinəti idi. Bax, indi danışacağım dastanı uşaq vaxtı ondan eşitmişəm. Bu mahalda Eldəmir adında bir pəhlivan varmış. Bir gün padişah onu yanına çağırıb deyir ki, səni vətənimizin sərhəddinə pasiban göndərirəm. Eli qorumaq da qızım həmişə say seçmə igidlərə tapşırılıb. Bir dəfə necə olursa, padişah Eldəmirin xətrinə dəyir. Eldəmir pəhlivan da bundan küsüb, yağı elinə köçmək istəyir. Deyirlər onun da Nurcahan xatın adında ağıllı arvadı varmış. Ağıllı arvaddakı qızım, igidin arxasıdır, dayağıdır. Nurcahan Eldəmirə deyir ki, sən yağı tərəfə keçsən, bundan padişah ziyan çəkməyəcək. Amma elimiz, obamız yad atların tapdağı olacaq.